Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 11-cilər. Yeni riyaziyyat 2025 test toplusundan izahlarımız davam edir. Bugünkü mövzumuz y bərabərdir tangens x və y bərabərdir kotangens x funksiyaları və onların xassələri olacaq. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq birinci sualla. Birinci sualda bizə uşaqlar alfanın 0 ilə pi bölünsün 2 arasında olduğu verilib. A-nın tangens alfaya, B-nin isə sinus alfaya bərabər olduğu verilib. Bu ədədlər arasındakı doğru münasibəti müəyyənləşdirməliyik. Deməli uşaqlar, A-mız burada bərabərdir tangens alfaya. Mən tangens alfanı sinus alfa bölünsün kosinus alfa şəklində yazacağam. Daha sonra bizə sinus alfanın B-yə bərabər olduğu verildiyinə görə sürətdə sinus alfanın yerinə B yaza bilərik. Olur B bölünsün kosinus alfa bərabərdir sinusa. Daha sonra uşaqlar, buradan mən B-ni tapsam, B-miz bərabər olacaq A vurulsun kosinus alfa ifadəsinə. İndi bu bərabərlikdən mən A və B arasındakı münasibəti müəyyənləşdirə bilərəm. Əgər alfamız birinci rübün bucağıdırsa, birinci rübdə bilirik ki, kosinus alfa 0 və 1 arasında qiymətlər alır. Ümumiyyətlə, kosinus alfanın qiymətlər çoxluğu 0 və 1 arasındadır. İndi mən uşaqlar 0 və 1 arasında yerləşən hər hansı bir ədədi A-ya vuranda təbii ki, A ədədi kiçiləcək. Yəni A ədədi kiçilib B-yə bərabər olursa, deməli A özü B-dən böyükdür. Doğru cavab olacaq A-nın B-dən böyük olduğu variant, yəni A variantı. Birinci sualda doğru cavabımız A variantı olur. Növbəti ikinci suala baxaq. İkinci sualda bizə belə bir fx funksiyası verilib. Fx bərabərdir tangens 5x plus 3 funksiyasının əsas dövrünü tapmaq tələb olunur. Bilirik ki, tangens və kotangens x funksiyalarının dərəcələri nə olursa olsun, bunların əsas dövrü t bərabərdir. Pi bölünsün modulda k ifadəsinə təyin olunur. Burada pi bölünsün k-mız, yəni x-in əmsalı 5 olduğuna görə pi bölünsün 5 olacaq doğru cavab. Yəni ikinci sualda da cavabımız C variantı olur. Növbəti üçüncü suala baxaq. Üçüncü sualda yenə bizə belə bir y funksiyası verilib. Üçüncü sualda y bərabərdir. Yazılıb ki, 3 dənə tangens 4də 3x funksiyasının əsas dövrünü tapın. Burada da yenə t-miz bərabər olacaq pi bölünsün modulda k-ya. Bu da bərabər olur pi bölünsün k-mız, yəni x-in əmsalı 4də 3 olduğuna görə pi-ni böləcəm 4də 3-ə. Pi-ni 4də 3-ə böləndə pi-ni 4də 3-ün tərsinə, yəni 3də 4-ə vurmalıyıq. Cavabımız olur nə? 4 pi bölünsün 3. Üçüncü sualda da doğru cavabımız 4 pi bölünsün 3 D variantı olacaq. Növbəti dördüncü sualda oxşar sualdır. Bunu da özünüz yazacaqsınız. Beşinci suala baxaq. Beşinci sualda deyir ki, funksiyalardan hansı ikinci rübdə artandır? Ümumiyyətlə, tangens x funksiyası bütün rüblərdə artandır. İkinci rübdə artan olan funksiyamız olacaq tangens x funksiyası. O da doğru cavab D variantıdır. Daha sonra 6-cı sualda yazılıb ki, funksiyalardan hansı 4-cü rübdə azalandır? Kotangens x funksiyası isə bütün rüblərdə azalan olduğuna görə, deməli 6-cı sualda doğru cavabımız olacaq kotangens x funksiyası, yəni C variantı. Davam edək növbəti 7-ci çalışma ilə. 7-ci sualda bizə belə bir funksiya verilib. Y bərabərdir 2 tangens kvadratı 3x çıxılsın 5. Bizdən bu funksiyanın ən kiçik qiymətini tapmaq tələb olunur. Uşaqlar, bu fərq funksiyası olduğuna görə bunun ən kiçik qiymət alması üçün azalanımızın ən kiçik olması lazımdır. Yəni mən 2 tangens kvadratı 3x-in ən kiçik qiymətini tapmalıyam. Tangens x funksiyasının qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq olduğuna görə burada tangens kvadratı 3x-in yerinə ən kiçik qiymət olaraq 0 yazacağam. Olacaq 2 vurulsun 0 çıxılsın 5. Cavabımız olur nə? Mənfi 5. Deməli bu funksiyamızın ən kiçik qiyməti mənfi 5-ə bərabər olacaq. Növbəti 8-ci sualda da yenə ən kiçik qiymətini müəyyənləşdirilir. Bu dəfə isə kotangens kvadratı 2x-in yerinə 0-ı nəzərə alacaqsınız. Olacaq 4də 1 vurulsun 0 üzərinə gəl 4. O da 4-ə bərabər olur. Davam edək növbəti 9-cu sualla. Sual 9-da bizə belə bir funksiya verilib. Yazıb ki, tangens 5x çıxılsın pi bölünsün 4 bərabərdir kök altında a kvadratı çıxılsın 5a üzərinə gəlinsin 6 bərabərliyini ödəyən a parametrinin bütün mümkün qiymətlərini tapın. Uşaqlar, onsuz da bilirik ki, tangens funksiyasının qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni bizim burada edəcəyimiz iş sadəcə kök altındakı funksiyanın ifadəni sıfırdan böyük bərabər götürüb yazmaqdır. Yəni burada
a kvadratı çıxılsın 5a üzərinə gəlinsin 6-nı sıfırdan böyük bərabər götürəcəm və bu bərabərsizliyi həll eləməliyik. Vuruqlara ayırsaq a-2 vurulsun a-3 şəklində vuruqlara ayrılır. Bu böyük bərabər olmalıdır sıfırdan. Bu bərabərsizliyi sıfıra çevirən qiymətlər 2 və 3-dür. 59 üzərində 2 və 3-ü qeyd eləsək, 2 burada, 3 burada olacaq. Daha sonra intervallara ayırma üsulunu həll eləsək, 3-dən böyük bir qiymət verəndə müsbət, mənfi, müsbət. Bizə müsbət aralıq lazım olduğuna görə mənfi sonsuzluqdan 2-yə birləşmə 3 müsbət sonsuzluq olacaq doğru cavabımız. Hansı variant? C variantı. 9-cu sualda doğru cavabımız olur C variantı. Daha sonra 10-cu suala baxaq. 10-cu sualda mənə A-nın sinus mənfi 178, B-nin isə tangens 195 olduğu verilib. A və B ədədlərini yerinə eləməliyik, müqayisə eləməliyik. Bilirik ki, uşaqlar sinus funksiyası tək funksiyadır. Yəni mənfini mən sinusun qarşısına yaza bilərəm. Yazacağam ki, mənfi sinus 178 dərəcə. B-miz isə tangens 195-ə bərabərdir. Tangens 195-ə bərabərdir. İndi 178 dərəcəlik bucaq 3-cü rübün bucağı olduğuna görə biz də bilirik ki, sinus 3-cü rübdə mənfidir. Qarşısındakı mənfiyə vurulanda müsbət olacaq. Deməli, A-mız sıfırdan böyük olur. B-miz tangens 195-ə bərabərdir. 195 dərəcəlik bucaq isə 4-cü rübün bucağı olduğuna görə tangens bilirik ki, 4-cü rübdə mənfidir. B-miz isə sıfırdan kiçik olacaq. Doğru variant A-nın sıfırdan böyük, B-nin isə sıfırdan kiçik olduğu variantdır. Burada hansı variant olacaq? Deməli, 10-cu sualda A-nın sıfırdan böyük, B-nin isə sıfırdan kiçik olduğu variant D variantı. 10-cu sualda doğru cavab olur D variantı. Növbəti 11-ci suala baxaq. İfadələrdən hansının qiymətidir ki, mənfidir? Baxın uşaqlar, birinci bizə verilən ifadəmiz tangens 3. Bu 3 dərəcə demək deyil. Əgər üstündə dərəcə işarəsi qoyulmayıbsa, biz bunu radian kimi başa düşürük. Bunu dərəcəyə çevirmək üçün 1 radian təqribən 57 dərəcədir. 3-ü 57-yə vuracaqsınız, bu təqribən tangens 171 dərəcəyə bərabər olur. Və 171 dərəcəlik bucaq 3-cü rübün bucağı olduğuna görə, deməli, 3-cü rübdə tangens bilirik ki, nədir? Müsbətdir. Bizə mənfi olanları istəyir, ona görə 1-i buradan çıxacam. Daha sonra ikinci ifadəmizə baxsaq, yazıb ki, tangens 3pi. Tangens 3pi funksiyası verilib. Tangens 3pi-ni uşaqlar mən bu şəkildə yaza bilərəm də. Tangens 2pi üzərinə gəlinsin pi şəklində. Bilirik ki, pi-nin tam misillərinə ad dəyişməyəcək. Bu tangens pi olaraq qalacaq. Tangens pi-də, yəni 180 dərəcədə, tangens bilirik ki, sinus bölü kosinusdur. Sinus 180-də sıfıra bərabər olduğuna görə bunun qiyməti sıfıra bərabər olacaq. Amma sıfır nə müsbət nə də mənfi olduğuna görə variantlardan ikiləri də çıxacam. Daha sonra üçüncü ifadəmizə baxsaq, 3 tangens pi verilib. Bunun da cavabı uşaqlar sıfıra bərabər olur. 3-ü də çıxacam burada. Qaldı 4-cü və 5-ci ifadələrimiz. 4-cü ifadə tangens 3 dərəcədir. Tangens 3 dərəcədir. Birinci rübün bucağı olduğuna görə, bu da nə olacaq? Müsbət olacaq, sıfırdan böyük olacaq. Sonuncu 5-ci ifadəmizə baxsaq, tangens 333 dərəcə. Bu isə 4-cü rübün bucağıdır, bu artıq mənfi olur. Deməli, doğru cavabımız olacaq mənfi olan yalnız 5. Sual 11-də doğru cavabımız olacaq yalnız 5B variantı. 11-ci sualda doğru cavabımız olur. Deməli, B variantı. Doğru cavab olur burada B variantı. Uşaqlar, burada bircə birinci ifadədə diqqətsizlik elədik. Tangens 171 dərəcə, 171 birinci rübün bucağıdır. Daha doğrusu ikinci rübün bucağıdır. İkinci rübdə tangens mənfi olur. Bizdən də mənfiləri soruşduqlarına görə cavab 1-5 olur. Yəni, burada doğru cavabımız sual 11-də E variantı olacaq. Bunu düzəldək. Burada E variantı olur. Doğru cavabımız. 12-ci suala baxaq. Yazıb ki, funksiyalardan hansının təyin oblasıdır ki, x daxildir R-ə, yəni bütün həqiqətlər çoxluğudur. Bu uşaqlar və x pk-lardan fərqlidir. Bu, deməli, kotangens x funksiyasının təyin oblasıdır. Kotangens x funksiyası pk-larda təyin olunmayıb. Çünki kotangens kosinus bölü sinusdur. Sinus pk-larda sıfıra bərabər olduğuna görə kəsirin məxrəci sıfıra bərabər ola bilməz. 13-cü suala baxaq. İki funksiyalardan hansının təyin oblasıdır? X daxil olduqda R-ə pi bölünsün 2 plus pk-dan fərqli. Bu isə tangens x funksiyasının deməli təyin oblasıdır. 14-cü suala baxaq. Deyir ki, 14-cü sualda bizə deyir ki,
tangens sinus x funksiyasının təyin oblasını tapın. Deməli bizdə tangens sinus x funksiyasının təyin oblasını tapmaq tələb olunur. Y bərabərdir tangens sinus x. Bu funksiyanın təyin oblasını tapmalıyıq. Təbii ki, uşaqlar, burada təyin oblasti sinus x-in ala biləcəyi qiymətlərdir. Çünki burada argumentin yerində sinus x durub. Və sinus x-in ala biləcəyi qiymətlər, yəni sinus x-in qiymətlər çoxluğu da mənfi sonsuzluq, müsbət sonsuzluq olduğuna görə deməli bizim bu y funksiyamızın təyin oblasti ilə mənfi sonsuzluq, müsbət sonsuzluq olur. 14-cü sualda doğru cavabımız E variantıdır. Növbəti 15-ci sualda da uşaqlar yenə bunun təyin oblasti olacaq. Kosinus x-in qiymətlər çoxluğu da mənfi sonsuzluq, müsbət sonsuzluq olur. 16-cı suala baxaq. Deyir ki, funksiyalardan hansı təkdir? Ümumiyyətlə uşaqlar burada fikir verirsək, bunun tək və ya hansının tək və ya da cüt olduğunu bilmək üçün y funksiyası A variantında verilib ki, tangens kosinus x. Tək funksiya olub olmadığını yoxlamaq üçün burada x-in yerinə mənfi x yazarıq. Mənfi x yazanda kosinus cüt funksiyadır deyənə bu ilə bərabər olur tangens deməli kosinus mənfi x-ə. Bunlar nə bərabər olur? Bərabər olanda bu deyirdik ki, bu funksiya cüt funksiyadır. Ona görə A-nı çıxacaq. Daha sonra B-yə baxsaq, yazıb ki, y bərabərdir sinus kosinus x funksiyası. Burada da yenə uşaqlar təkdir deyir. Kosinus x funksiyası burada bunu cüt eləyir. Çünki x-in yerinə bu yenə bərabər olur sinus kosinus mənfi x-ə. Bunlar da bir-birinə bərabər olur. Deməli bu da cüt funksiyadır. Bunu da çıxırıq. Burada uşaqlar E variantına baxaq. E variantda fikir verin. Yazıb ki, sinus x funksiyası. Düzdürmü? Baxın, bunu uşaqlar mən x-in yerinə mənfi x yazanda bu artıq mənfi sinus x-ə bərabər olur. Bax, bu şəkildə yazırıq. Ona görə də doğru cavabımız olur 16-da E variantı. 17-ci sualda bu qayda ilə müəyyənləşdirəcəksiniz. Sual 18-ə baxaq. Deyir ki, funksiyalardan hansı 4-cü rübdə azalandır? Bütün rüblərdə azalan olan kotangens x funksiyası olduğuna görə doğru cavab A variantıdır. 19-cu suala baxaq. Funksiyalardan hansı 1-ci rübdə artandır? Burada kotangens x-ləri çıxacam, yəni variantların 4-ləri çıxacam. Və tangens x-in də bütün rüblərdə artan olduğunu bildiyimizə görə 1-i götürərək doğru cavab olur A variantı. Növbəti 20-ci suala baxaq. Yazıb ki, fx funksiyasının əsas dövrü pi bölünsün 5, gx funksiyasının əsas dövrü pi bölünsün 7 olarsa, n plus n cəminin ən kiçik qiymətini tapın. Uşaqlar, əvvəl gəlin fx funksiyasının görək ən kiçik müsbət dövrü əsas dövrü necə tapılacaq? T bərabərdir. Kosinus funksiyası olduğuna görə 2 pi bölünsün modulda k ilə təyin olunur və bunu mənə verib ki, pi bölünsün 5-dir. Buradan piləri xısar aparsaq, modulda k ifadəsinin 10-a bərabər olması lazımdır. K-mız da burada nədir? M çıxılsın 3. Yəni mən modulda M çıxılsın 3-ü bərabərləşdirəcəm 10-a. Bir dəfə M çıxılsın 3-ün müsbət 10-a bərabər olması lazımdır. Buradan M-imiz müsbət 13-ə bərabər olur. Bir dəfə də M çıxılsın 3-ün mənfi 10-a bərabər olması lazımdır. Buradan isə ikinci kökümüzün nəyə bərabər olduğunu alırıq? Mənfi 10 olması üçün mənfi 7. Deməli, burada M-in 2 dənə qiymətini tapsaq, müsbət 13 və mənfi 7. Gx funksiyasının əsas dövrünü tapsaq, Gx funksiyasının əsas dövrü, yəni T-si bərabər olacaq. Tangens funksiyası olduğuna görə pi bölünsün modulda k olur. Bunun isə mənə pi bölünsün 7 olduğu verilir. Buradan piləri xısar aparsaq, modulda k-mızın 7-yə bərabər olması lazımdır. K-nın yerinə duran ifadə n plus 2-dir. Modulda n plus 2-ni 7-yə bərabərləşdirirəm. Birinci kökü olur müsbət 5, ikinci kökü də olur mənfi 9. İndi bizdən uşaqlar n plus n cəminin ən kiçik qiymətini soruşduğuna görə təbii ki, mən m-in və n-in ən kiçik qiymətlərini götürəcəm. Mənfi 7 və mənfi 9. Doğru cavabımız olur. Bunların cəmi mənfi 16. 20-ci sualda da doğru cavab D variantı olur. İndi isə baxaq 21-ci çalışmaya. 21-ci çalışmada yazılıb ki, x pi bölü 4 ilə pi bölünsün 2 arasında olarsa, hansı ifadələr doğrudur? Deməli, uşaqlar, bunu hansı ifadələrin doğru olub olmadığını yoxlamağın ən asan qaydası pi bölünsün 4 və pi bölünsün 2 arasında bir qiymət götürməkdir. Məsələn, x-i götürərəm mən pi bölünsün 4 və pi bölünsün 2 arasında pi bölünsün 3 götürəcəm. İndi buradakı variantlara bir-bir baxsaq, birinci variant yazıb ki, kosinus x kiçikdir sinus x-dən. Kosinus x kiçikdir sinus x-dən. Kosinus pi bölü 3, yoxsa sinus pi bölü 3. Bunları müqayisə edək, yoxsa sinus pi bölünsün 3. Kosinus pi bölü 3, yəni kosinus 60 sinusun 30-suna bərabərdir. 2-də 1-ə bərabər olur. Sinus pi bölü 3 isə sinus 60-dır. Bu isə
kökdə 3 bölünsün 2-yə bərabər olur. Təbii ki, hansı böyük olur? Sinus daha böyük olur. Ona görə burada birinci variant doğru olacaq. Daha sonra ikinci varianta baxsaq, ikinci variantda tangens x yazıbdır kiçikdir sinus x-dən. İndi yenə x-in yerinə pi bölünsün 3 yazsaq olacaq tangens pi bölü 3 yoxsa sinus pi bölü 3. Sinus pi bölü 3 yəni sinus 60-dır. Kökdə 3 bölünsün 2-yə bərabər olur. Tangens pi bölü 3 isə tangens 60-dır. Tangens 60-da isə kökdə 3-ə bərabər olur. Təbii ki, bunlardan hansı böyük olur? Kökdə 3 yoxsa kökdə 3 bölünsün 2, kökdə 3 daha böyük olur. Ona görə burada tangens daha böyük olmalı idi. Ona görə variantlardan ikinci çıxırıq. Deməli, gəlin burada ikiləri çıxaq. 1 olan variantları da götürdükdən sonra doğru cavab A variantı qalır. Növbəti 22-ci suala baxaq. Yazıb ki, ABC düzbucaqlı üçbucağında BC perpendikulyardır AB-yə. BC 12, BD 5, CD də AD-yə bərabər olarsa, kotangens bucaq A-nı tapın. Deməli, uşaqlar, baxın, bizə belə bir düzbucaqlı üçbucaq verilir. Bu bizim düzbucaqlı üçbucağımızdır. Bura 90 dərəcədir. Bura A bucağı, bura C bucağı, burada B bucağı. C təpəsindən belə bir CD parçası çəkilib. Bu CD parçasının ayırdığı AD hiss parçası bu CD-nin özünə bərabərdir. Bizə deyir ki, BC 12-dir. Buraya yazıram 12. Daha sonra BD 5-dir. Buraya yazıram 5. CD də AD-yə bərabərdir. Bizdən kotangens bucaq A-nı istəyir. Baxın, bu bucağın kotangens bucaq A-nın qiymətini istəyir. Kotangens bucaq A bərabərdir sual işarəsi. Təbii ki, uşaqlar, bu düzbucaqlı üçbucaqdan, içərisində gələn düzbucaqlı üçbucaqdan Pifagora görə 5, 12, bura 13 olacaq. CD də AD-yə bərabər olduğuna görə burada 13 olur. Deməli, ümumi bizim AB katetimiz nəyə bərabər olur? 13 üzərinə gəlir 5, 18-ə. BC katetimiz isə 12-yə bərabər olduğu verilmişdir. Hər hansı bir bucağın kotangensi bitişik katetin qarşı katetiyə olan nisbəti ilə tapılır. Bitişik katetimiz 18-dir, qarşı katetimiz 12 olduğuna görə 18-in 12-yə nisbəti 1,5-ə bərabər olur. Deməli, 22-ci sualda doğru cavab 1,5 A variantı olacaq. Növbəti 23-cü sualda oxşar sualdır. Bunda bu şəkildə yazacaqsınız. Baxaq 24-cü suala. Yazıb ki, tangens x üzərinə gəlinsin kotangens x funksiyasının qiymətlər çoxluğunu tapın. Deməli, bizim funksiyamız bu şəkildədir. Y bərabərdir. Tangens x üzərinə gəlinsin kotangens x. Mən uşaqlar, kotangens x-in yerinə 1 bölünsün tangens x yaza bilərəm. Olur. Tangens x üzərinə gəlinsin 1 bölünsün tangens x şəklini yaza bilərik. Və burada görürük ki, ədədlə onun tərsinin cəmi var. Ədədlə onun tərsinin cəmi mənfi 2-dən kiçik bərabər, müsbət 2-dən isə böyük bərabər olur. Nə zaman mənfi 2-dən kiçik bərabər olur? Əgər ədədin özü mənfidirsə, onda onun özü ilə tərsinin cəmi mənfi 2-dən kiçik bərabər olacaq. Yox, əgər ədədin özü müsbətdirsə, onda özü ilə tərsinin cəmi 0-dan böyük bərabər olacaq. Biz tangens x-in mənfi yoxsa müsbət olduğunu bilmədiyimizə görə olacaq mənfi sonsuzluqdan mənfi 2-yə birləşmə 2 müsbət sonsuzluq. Deməli, hansı variant buna uyğun gəlir? 24-cü sualda doğru cavab B variantı olacaq. Növbəti 25-ci suala baxaq. Münasibətlərdən hansılar heç bir alfa üçün ödənmir? Heç bir alfa üçün ödənmirdir. Burada uşaqlar, gəlin birinci variantı yoxlayaq. Birinci variantda yazılıb ki, sinus alfa bərabərdir A plus B bölünsün 2 kök altda AB. Uşaqlar, mən bunu bu şəkildə yaza bilərəm. A plus B bölünsün 2 vurulsun 1 bölünsün kök altda AB. Düzdürmü? A plus B bölünsün 2, A və B ərədən ərədi ortasını verir bizə. Kök altda AB isə A və B ərədən həndəsi ortasıdır. Yadda saxlı uşaqlar, ədədi orta həmişə böyük olur həndəsi ortadan. Həmişə böyük olur həndəsi ortadan. Yəni, kök altında AB-dən. Ədədi orta həmişə böyük olur həndəsi ortadan. Bunu bax, yadınıza saxlayın. Böyük, nəyə görə burada böyük bərabər götürmürük? Çünki sualın şərtində uşaqlar bizə alfanın B-dən fərqli, A-nın B-dən fərqli olduğu da verilib. Əgər verilməsəydi, biz burada böyük bərabər halına da baxacaqdıq. İndi bu halda təbii ki, ədədi orta həndəsi ortadan böyük bərabərdirsə, onda ədədi ortanın həndəsi ortası 1-dən böyük bir cavab olacaq və sinus alfanın qiymətlər çoxluğu 1-i kəsə bilmədiyinə görə, yəni 1-dən böyük qiymət ala bilmədiyinə görə, deməli bu heç bir alfa üçün ödənməyəcək. Biz bu 1-i götürərik. Daha sonra ikinci variant ödənəcək uşaqlar. Bu dəfə fikir verin, həndəsi ortanı ədədi ortaya bölüblər. Bu artıq ödənəcək. Kosinus alfanın qiymətlər çoxluğu buna daxil olacaq. Ona görə 2-ni çıxarıq variantlardan. Variantlardan 2-ləri çıxaq.
1 olanları da götürəndən sonra C və Y variantları qalır. Deməli, gəlin uşaqlar, burada məsələn baxaq biz 5-ci varianta. Görək 5-ci variantda nə yazıb? Yazıb ki, tangens alfa üzərinə gəlinsin kotangens alfa bərabərdir kökdə 2. Bunu kvadrata yüksəltsək, olacaq tangens kvadratı alfa üzərinə gəl kotangens kvadratı alfa. Bu şəkildə yazacaqdır. Heç bir alfa üçün ödənmirdir. Gəlin bunu və yaxud da belə yazacaq. Tangens alfa üzərinə gəlinsin kotangens alfanın yerinə 1 bölünsün tangens alfa yazacaq. Bərabər dedik kökdə 2. Bayaq dedik ki, ədədlə onun tərsinin cəmi mənfi 2-dən kiçik bərabər, 2-dən isə böyük bərabər olur. Yəni heç bir halda bu kökdə 2-yə bərabər ola bilməz. Ona görə 5-də götürərik. Doğru cavab olacaq E variantı. 4-cü varianta gəlin göstərək ki, həqiqətən də ödənmir. Sinus alfa üzərinə gəlinsin kosinus alfa vurulsun. Tangens alfanın yerinə mən sinus alfa bölünsün kosinus alfa yazıram. Bərabər olur 2-yə. Buradan kosinus alfaları xısaraq barandan sonra 2 sinus alfa bərabər olur 2-yə. Buradan sinus alfanın 1-ə bərabər olduğunu alırıq. Amma bir şeyi yaddan çıxarmaq olmaz ki, sinus alfanın 1-ə bərabər olduğu qiymətdə kosinus alfa 0 olur. Burada tangens alfa ifadəsi var deyənə kəsrin məxrəci 0 ola bilməz. Ona görə 4-ü də götürərik. Cavab 1, 4, 5 E variantı olur. Növbəti 26-cı suala baxaq. Deyir ki, fx funksiyasının deməli qiymətlər çoxluğunu tapın. Fx funksiyası bu şəkildədir. Fx funksiyası bərabərdir 6 sinus x kosinus x tangens x kotangens x. Yəni bunu bir qədər sadələşdirək. Yazıram 6 sinus x kosinus x vurulsun tangens x'in yerinə sinus x bölünsün kosinus x yazaram. Kotangens x'in yerinə də kosinus x bölünsün sinus x yazaram. Bu da bərabər olacaq. Kosinus x-də sinus x-ə xısar gedəndən sonra qalır 6 sinus x kosinus x. Bu da uşaqlar, bunu 3 vurulsun 2 sinus x kosinus x kimi yazandan sonra bu ifadə bizə sinus 2x verir. 3-ün də sinus 2x-ə hasili olur 3 dənə sinus 2x. Bunun qiymətlər çoxluğunu deyir tapın. Uşaqlar, baxın, burada nəyə fikir verməliyik biz? Məsələn, burada sinus 2x-in qiymətlər çoxluğu mənfi 1 aralığındadır axı. Amma biz sinus 2x-ə mənfi 1 versəm, burada nə olacaq? Deməli, mənfi 3-dən 0 verə bilməliyik uşaqlar. Çünki 0 versək burada, deməli, deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Düzdürmü? Tangens x vurulsun kotangens x ifadəsi bizə 1-i verdi. Qaldı 6 sinus x kosinus x ifadəsi. Və 6 sinus x kosinus x'i də necə yazdıq biz? Bu şəkildə sinus x-ləri xısar aparsaq, kosinus x-ləri xısar aparsaq 6 sinus x kosinus x qaldı. Daha sonra qiymətlər çoxluğu, yəni bu funksiyanı alıb edəcək 3 dənə sinus 2x ifadəsi qaldı, düzdürmü? Uşaqlar, burada variantlarda biraz nəsə səhvlik var elə bil. Çünki məsələn A variantına baxın uşaqlar, əgər burada 0 daxil eləmirsə, ikinci birləşmədə burada da 0 daxil eləməməlidir. Yəni bu şəkildə olmalıdır. İndi ifadəmiz bu şəkildə alındı. 3 dənə sinus 2x. İndi uşaqlar, bir dəfə burada sinus 2x-in yenə mənfi 1 qoyanda mənfi 3-dən olur. 0 ala bilməz. Çünki 0 alsa kosinusumuz nə olur? Kosinus 0 olur. Kosinus da 0 ola bilməz. Çünki burada tangens x ifadəsi vardır. Mənfi 3-dən 0-a birləşmə 0-dan bir dəfə də 1 qoyuruq. 0-dan 3-ə kimi. Deməli, doğru cavab olur burada 26-cı sualda A variantı. Növbəti 27-ci suala baxaq. Deyir ki, mənfi pi bölünsün 2, pi bölünsün 2 aralığında y bərabərdir modulda tangens x funksiyasının qrafiki aşağıdakilərdən hansı olar? Baxaq. Deməli, uşaqlar, baxın burada. Modulda dediyinə görə mənfi hissəsinə baxa bilməliyik biz. Ona görə A variantını çıxırıq. Daha sonra mənfi hissəyə düşən variantları çıxaq. C-ni də çıxacaq. Çünki modulda tangens x-dən söhbət gedir. D-ni də çıxmalıyıq. Daha sonra E variantı ümumiyyətlə tangens x funksiyasının qrafiki deyil. Qalır burada hansı variant? B variantı. 27-ci sualda doğru cavabımız olur B variantı. Növbəti 28-ci suala baxaq. Deyir ki, tangens üstü 4 alfa üzərinə gəlinsin kotangens üstü 4 alfa bərabərdir 47 olarsa, tangens alfa çıxılsın kotangens alfa ifadəsinin müsbət qiymətinin cəmini tapın. Deməli, uşaqlar, bizə belə bir
ifadə verib. Tangens üstü 4 alfa üzərinə gəlinsin kotangens üstü 4 alfa bərabərdir 47-yə. Bunu uşaqlar mən yazaram tangens kvadratı alfa üzərinə gəlinsin kotangens kvadratı alfa-nın kvadratı çıxılsın 2 tangens kvadratı alfa kotangens kvadratı alfa bərabər olmalıdır 47-yə. Buradan indi uşaqlar mötərizi bunu olduğu kimi saxlayacağım. Tangens kvadratı alfa üzərinə gəlinsin kotangens kvadratı alfanın kvadratı çıxılsın. Tangens alfa vur kotangens alfa ifadəsi bizə 1'i verir. Çıxılsın 2 bərabər olur 47'ye. Buradan tangens kvadratı alfa üzərinə gəlinsin kotangens kvadratı alfanın kvadratı bərabər olur 49'a. Daha sonra mötərizənin içərisini mən yazsam uşaqlar tangens alfa çıxılsın kotangens alfanın kvadratı üzərinə gəlinsin 2 tangens alfa kotangens alfa bunun bir də mötərizə kvadratı bərabər olmalıdır 49'a. Düzdürmü? İndi uşaqlar burada bu bizə yenə 1'i verir. Olur tangens alfa çıxılsın kotangens alfanın kvadratı üstünə gəl 2 bunun mötərizə kvadratı bərabər olmalıdır 49'a. Onda mötərizənin içərisinin, yəni tangens alfa çıxılsın kotangens alfa üzərinə gəlinsin 2'nin bir dəfə müsbət 7'yə bərabər olması lazımdır. Bizdən elə çünki müsbət qiymətini istəyir. Buradan tangens alfa çıxılsın kotangens alfanın kvadratı bərabər olur 7 çıxılsın 2'yə, yəni 5'ə. Tangens alfa çıxılsın kotangens alfa ifadəsinin qiymətini tapsaq 5'dən kök almalıyıq. Olur kök altında 5. Deməli 28-ci sualda doğru cavabımız olur A variantı. Növbəti 29-cu suala baxaq. Deyir ki, bu funksiyanın əsas dövrü pi bölünsün 7 olarsa A parametrini ala biləcəyi qiymətlərin cəmi tapın. Tangens funksiyasının ümumiyyətlə əsas dövrü t bərabərdir pi bölünsün modulda k ifadəsinə təyin olunur. Bu bərabər olmalıdır pi bölünsün 7'yə. Onda buradan çıxır ki, modulda k ifadəsinin 7'yə bərabər olması lazımdır. İndi bizim funksiyamızda k'nın yerinə duran ifadə a çıxılsın 5 olduğuna görə bir dəfə modulda a çıxılsın 5'i 7'yə bərabərləşdiririk. Buradan a çıxılsın 5'in bir dəfə 7 olması lazımdır. Buradan A1'in 12 olduğunu alırıq. Bir dəfə də A çıxılsın 5'in mənfi 7 olması lazımdır. İkinci kökü də mənfi 2 tapırıq. Bizdən bu A'nın ala biləcəyi qiymətlərin cəmini istəyənə görə 12 ilə mənfi 2'nin cəmi cavab olacaq nə? 10. 29-cu sualda doğru cavab 10'a bərabər olur. Növbəti 30-cu suala baxaq. Deməli 30-cu sualda yazdı bizə 2 dənə fx və gx funksiyaları verilib. Fx funksiyasının əsas dövrünün 3 olduğu verilib. Deyir ki, gx funksiyasının əsas dövrünü tapın. Uşaqlar bilirik ki, fx funksiyasının dövrü, yazılan buradan fx'in dövrü, yəni t bərabər olacaq. Kosinusun qüvvəti tək olduğuna görə 2 pi bölünsün modulda k ifadəsindən təyin olacaq. Bu da bərabərdir 3'ə. Düzdürmü? İndi olacaq buradan 2 pi bərabərdir 3 dənə modulda k'ya. Şimdi burada bizim k'mız uşaqlar pi bölünsün 3a'dır. Baxın burada x'in qarşısına duran əmsalımız pi bölünsün 3a'dır. Yazam 2 pi vurulsun 2 pi bərabərdir 3 vurulsun pi böl 3a. Buradan pi'lər gedəcək. 2 bərabər olur nəyə? A'ya. 2 bərabər olur a'ya. Deməli a'mız 2'dir. A'nı 2 tapandan sonra gx funksiyamızı yazsaq. Gx bərabər olacaq 4 dənə tangens 2px çıxılsın 3 şəklinə gəlib düşəcək. Çünki a'nın yerinə 2 qoyduq. Bunun dövrünü istəyir. T bərabərdir tangesinin isə əsas dövrü pi bölünsün modulda k'dır. O da olur pi bölünsün nə? 2pi. Pi'nin də 2pi'yə nisbəti 1 bölünsün 2. Doğru cavab olur 0.5. 30-cu sualda doğru cavabımız 0.5'ə bərabər olur. Davam edək növbəti 31-ci sualla. Yazıb ki, tangens x üzərinə gəlinsin 1 bölünsün tangens x funksiyası mümkün ən böyük mənfi qiymətini alarsa, tangens üstü 6x üzərinə gəlinsin kotangens üstü 6x ifadəsinin qiymətini tapın. Uşaqlar, təbii ki, bizə demək istəyir ki, fx funksiyası bu şəkildədir. Tangens x üzərinə gəlinsin 1 bölünsün tangens x. Bu ifadəni ala biləcək mümkün ən böyük mənfi qiymət nə deməkdir?
-2. Çünki biz demişdik ki, ədədlə onun tərsinin cəmi -2-dən kiçik bərabər, müsbət 2-dən isə böyük bərabər olur. Əgər ədədin özü mənfidirsə, onun tərsinin cəmi -2-dən kiçik bərabər olur. Müsbət, yəni bizə demək istəyir ki, uşaqlar, tangens x 0-dan kiçikdir. Bax, bunu yadda saxlayın. İndi biz tangens üstü 6x üzərinə gəlinsin, kotangens üstü 6x ifadəsini sadələşdirməliyik. Mən bunu yazacağam necə? Bunu yazacağam ki, deməli, buradan tangens x -1-ə bərabərdir. Onu demək istəyir, uşaqlar, düzdürmü? Deməli, tangens x -1-ə bərabərdir. -1-ə bərabər. Tangens x -1-dirsə, gəlin bu şəkildə yazaq, uşaqlar. Burada tangens x-in -1 olduğunu biz tapdıq. Düzdürmü? -1-ə bərabər olduğunu tapdıq. İndi olacaq -1 üstü 6. -1 üstü 6. Əgər tangens x -1 isə, təbii ki, kotangens x də -1 olacaq. Yəni, -1 üstü 6, 1 üstə gəl 1-in cavabı nəyə bərabər olur? 2. Bax, heç çox dərinliyinə getməyə ehtiyac yoxdur. Sual 32-yə baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Sual 32-də gəlin bir-bir tapaq. Əsas dövrü deyir pi bölünsün 2-dir. Görək hansının əsas dövrü pi bölünsün 2-dir. Burada uşaqlar B variantdakı funksiyaya baxın. B variantdakı gəlin hər biri üçün tapaq. A variantı üçün tapaq. Bunun əsas dövrü t'si bərabər olacaq. Pi bölünsün 2-də 1, 2 pi olur. 2 pi. Daha sonra B variantındakı funksiyamızın dövrü 2 pi bölü 4 olur. Yəni pi bölü 2. Bax, hər birini tapaq, sonra uyğunlaşdırarıq. C variantdakı funksiyamızın əsas dövrü t bərabər olur pi bölünsün 2. Daha sonra D variantdakı funksiyamızın əsas dövrü olur t bərabərdir 2 pi bölünsün 3'də 2. O da 3 pi olur. Sonuncu E variantdakı funksiyamızın əsas dövrü t bərabər olur pi bölü 3'də 1. Bu da olur 3 pi. İndi baxaq. 1-ə, 2-yə, 3-ə uyğundur hansılar? Əsas dövrü pi bölünsün 2 olan B və C variantlardır. 1-ə, B və C. Əsas dövrü 2 pi olan A variantıdır. Əsas dövrü 3 pi olan da D və Y-dir. Deməli, 1-ə B, C, 2-yə A, 3-ə də D və Y variantları uyğun oldu. 33-cü sualda oxşar sualdır. Bu şəkildə yazacaqsınız. Biz isə baxaq sual 34-də. Funksiyalar üçün deyir uyğunluğu müəyyən edin. Yenə uşaqlar birinci funksiyaya baxaq. Yazıb ki, y bərabərdir 2 sinus x. Bunun əsas dövrü t'si bərabər olur 2 pi-yə. Bunun əsas dövrü olur 2 pi. Ən böyük qiyməti də sinus x-in yerinə 1 qoyuram. Ən böyük qiymət də bərabər olur 2-yə. Ona görə indi 1-ə uyğundur A və C. Düzdürmü? 1-ə uyğundur A və C. 1-ə uyğundur A və C. Daha sonra ikinciyə baxsaq, y bərabərdir kosinus 2x funksiyası verilib. Bunun əsas dövrü bərabər olacaq pi-yə. 2 pi bölünsün 2-yə görə pi-yə bərabər olur. Və ən kiçik qiymətdə nəyə bərabər olur? -1-ə. Ən kiçik qiymətdə bərabər olur -1-ə. Hansı variantı? D və Y variantları da 2 uyğun olur. 2-ə də uyğun oldu D və Y variantları. Üçüncü funksiyamıza baxsaq, y bərabərdir tangens x bölünsün 4-dür. Bunun əsas dövrü olur pi bölü 4-də 1, 4 pi. Buna da uyğundur B variantı. Bax, bu şəkildə sual 34-ü də yazdıq. Davam edək. Növbəti 35-ci sualda oxşar sualdır. Biz 36-ya baxaq. Funksiyalar üçün deyir uyğunluğu müəyyən edin. Baxın uşaqlar, burada yazaq sağ tərəfdən. Sağ tərəfdən yazaq. Sual 36. Birinci funksiyamız bu şəkildədir. Y bərabərdir 3 kosinus 2x üzərinə gəlinsin 5. Bunun əsas dövrü nə olacaq? 2 pi bölünsün 2. Pi olur. Ən böyük qiyməti kosinus 2x plus 5-in yerinə 1 qoyanda ən böyük qiymət 3 olur. Ən kiçik qiymətə -3 olacaq. Belə bir variant yoxdur. 1-ə uyğun olur B və C. Baxın, 1-ə uyğun oldu B və C. İkinciyə baxaq. İkinci funksiyamız y bərabərdir 2 sinus x plus 6-dır. Bunun əsas dövrü t'si bərabər olur 2 pi bölünsün 1, yəni 2 pi-yə. Ən böyük qiyməti bərabər olur 2-yə. Ən kiçik qiyməti isə -1 qoyanda -2-yə. A və Y variantları da 2 uyğundur. A və Y variantları 2 uyğundur. Bu C variantıdır. A və Y variantı da 2 uyğundur. Üçüncüyə baxsaq, y bərabərdir tangens px plus 3 funksiyası verilib. Bunun əsas dövrü t bərabər olacaq pi bölünsün pi, yəni 1-ə. Buna da uyğundur D variantı. B, C, A, Y, D variantları. Bu şəkildə yazdıq.
Sual 37 uşaqlar oxşar sualdır. Baxaq sual 38-ə. Deyir ki, uyğunluğu müəyyən edin. Sual 38-də. Birinci variantda verilib ki, modulda sinus alfa bərabərdir sinus alfaya və kotangens alfa sıfırdan kiçikdir. Sinus alfa o zaman sinus alfaya bərabər olar ki, yəni modulda sinus alfa o zaman sinus alfaya bərabər olar ki, sinus alfa özü sıfırdan böyük olsun. İndi sinusun sıfırdan böyük olduğu rüblər neçənci rüblərdir? Sinusun müsbət olduğu rüblər birinci və ikinci rüblərdir. Bax, bir, ikinci rüblər. Digər tərəfdən kotangens alfa da sıfırdan kiçik olmalıdır. Bəs kotangensin sıfırdan kiçik olduğu rüblər hansılardır? İkinci və dördüncü rüblər. Hər ikisinin ortaq kəsişdiyi rüb neçənci rübə düşür? İkinci rübə. Ona görə buradan çıxır ki, alfa ikinci rübün bucağıdır. Alfa ikinci rübün bucağıdır. 1-ə uyğundur C variantı. İkinciyə baxsaq, yazıb ki, modulda tangens alfa ilə bərabərdir tangens alfaya və sinus alfa sıfırdan kiçikdir. Modulda tangens alfadan olduğu kimi tangens alfa çıxdığına görə deyə bilərəm ki, tangens alfa sıfırdan böyükdür. Tangensin sıfırdan böyük, sinusun sıfırdan kiçik olduğu rüb hansıdır? Üçüncü rübdür təbii ki. Deməli, buradan çıxır ki, alfa üçüncü rübün bucağıdır. Hansı variant buna uyğun olur? A variantı 2-yə uyğundur. A variantı 2 uyğun olur. Daha sonra sinus alfa 3-cü rübdə bəs kosinus nədir? 3-cü rübdə kosinus da mənfidir axı. Onda çıxır ki, sinus alfa ilə də kosinus alfanın hasili bizə müsbət verəcək. B variantda deməli 2 uyğundur. 3-cüyə baxsaq, kosinus alfadan olduğu kimi moduldan kosinus alfa çıxdığına görə deməli kosinus alfamız sıfırdan böyükdür. Kosinusun sıfırdan böyük, sinusun sıfırdan kiçik olduğu rüb neçənci rübdür? Təbii ki, 4-cü rüb. Deməli, bizdə də uşaqlar, kosinus alfanın sıfırdan böyük, sinusun isə sıfırdan kiçik olduğu rüb neçənci rübdür? Deməli, kosinusun sıfırdan böyük olduğu rüblər 1, 4-dür, sinusun da sıfırdan kiçik olduğu 4-cü rübdür. Bəli, düz yazmışıq bunu. İndi, tangens alfaya baxsaq, tangens alfa 4-cü rübdə nə olur? Mənfi olur. İkisi də mənfi olduğuna görə sinusla tangensin asili bizə müsbəti verəcək. Bu da D variantda verilir. 3-ə də uyğun olur D variantı. Növbəti 39-cu sualda oxşar sualdır. Baxaq növbəti ətraflı yazılı cavab tələb olunan tapşırıqlara gəldik, çatdıq. Sual 40. Sual 40-da nə yazıb? Yazıb ki, 0 pi bölünsün 2 aralığında fx tangens x, gx isə kotangens x funksiyalarının qrafiklərinin kəsişmə nöqtəsindən absiz oxuna qədər olan məsafəni sayılır. Uşaqlar, 0 pi bölünsün 2 aralığında bunu heç qrafik çəkməyə ehtiyac yoxdur. Fx və gx funksiyaları bir nöqtədə kəsişir. O da x bərabərdir pi bölünsün 4 nöqtəsinə kəsişirlər. Hər ikisi, yəni f pi böl 4-də də 1 alır, j pi böl 4-də də 1 alır. İndi onların kəsişmə nöqtəsi deməli y-i 1 olduğuna görə bizdən o 1-dən absiz oxuna qədər olan məsafə nə qədər olacaq? 1 çıxılsın 0, doğru cavab olur 1. Heç qrafiki çəkməyə ehtiyac yoxmuş. Sual 41-də də eyni ilə uşaqlar baxın. Bu dəfə mənfi pi bölünsün 2 0 aralığında deyir. Bunlar yenə bu dəfə kəsişirlər. Yenə mənfi pi böl 4-də bu dəfə kəsişirlər. Mənfi pi böl 4-də. Hər ikisi orada mənfi 1 alır. Absiz oxuna qədər olan məsafədə yenə bu dəfə 0 çıxılsın mənfi 1 olur. Cavab da nə olur? Yenə müsbət 1-ə bərabər olur. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn dərsdə görüşənədək hələlik sağ olun.